Salam hörmətli müəllimlər və abituriyentlər. Bu videoda MHM-in yeni test topusundan NATO ədədlərdən test 5-in izahını verəcəm. Bundan əvvəlki testlərin, yəni 1-dən 4-ə qədər olan testlərin izahını kanalımda paylaşmışam. Onlara da girib baxıb faydalana bilərsiniz. Kanala dəstək üçün abunə olub videoları bəyənməyiniz yəni kifayətdir. İndi isə keçək birinci suala. Baxın. Birinci sualda bizə deyir ki, x, y NATO ədədləri üçün, yəni x, y daxildir n-ə. X-in kubu bərabərdir 360 vurulsun y kvadrat olarsa, x üzərində y cəminin ən kiçik qiymətini tapın. Deməli, x-in kubu bərabərdir 360 vurulsun y-in kvadratı. Burada nə edirik? 360'ı sadə vurgulara ayıraq. Qısa olaraq 36 vurulsun 10 yazsaq, 36 nədir? 2'nin kvadratıdır. Bir də vurulsun 3'ün kvadratıdır. 10 da nədir? 2 vurulsun 5'dir. Onda bunun sadə vurguya ayrışı 2'nin kubu vurulsun 3'ün kvadratı vurulsun 5 olacaq. Düzdür. Onda x'in kubu bərabərdir. 2'nin kubu vurulsun 3'ün kvadratı vurulsun 5 vurulsun y'in kvadratı. Bakın burada sol tərəf x'in kubudur. Deməli sağ tərəfdə hər hansı bir NATO ədədin kubu olmalıdır. İndi buradakı, yəni ona görə sadə vurgulara ayırdım və baxın, burada y hansı qiymətləri olsun ki, bu ifadə tam kuba bərabər olsun da və y-in ən kiçik qiymətləri və y-in kvadratı düzdür. Baxın, burada y məsəl üçün 5 olsa, üzərində kvadrat var deyə bu olacaq 5'in kvadratı. Yəni 5'in kvadratını da 5'ə vuracaq, eləcə 5'in kubu. Aha, ödəyir. Deməli, bəs indi burada 3'ün kvadratı var. Onu da kuba çevirmək üçün baxın, y burada 3 yaza bilmir. 3 yazsa 3'ün üzərində 2 olur, yəni 3'ün kvadratı. Bir də 3'ün kvadratı olur. Bu da 3'ün üzərində 4. Yəni bunu da kub şəklində göstərə bilmir. Ona görə nə edirik? Y-i 3'ün kvadratı götürürük. Bu da 3'ün kvadratının üzərində də kvadrat. Bizə nəyi verir? 3'ün üzərində 4. Burada y kvadratını aldıq ki 3 üzərində 4. Bir də burada 3'ün kvadratı var. Axı vurulsun 3'ün kvadratı. Bu da 3 üzərində 6 edir də. Bunu da mən 3'ün kvadratının kubu kimi göstərə bilirəm. Aydındır. Ona görə də burada y nə olacaq? Deməli y 3'ün kvadratı vurulsun 5 olacaq. Deməli y yəni elədir 45. İndi görə x nəyə bərabər olacaq? Deməli x'in kubu bərabərdir 2'nin kubu vurulsun deməli 3'ün üzərində 6 vurulsun 5'in kubu oldu da. Bu da nəyə bərabərdir? 2 vur 3'ün kvadratı vur 5'in yəni 3'ün üstündə 3. İndi fikir onda da x nəyə bərabərdir? 2 vurulsun 3'ün kvadratı vurulsun 5. O da eləyir deməli 90. X 90 elədi, y 45 elədi. 90 ilə də 45'in cəmi bizə 135'i verdi. Ona görə də cavab deməli D variantı. Bir də cavab oldu D variantı. İndi keçək ikinci suala baxaq. İkinci sualda da bizə deyir ki, deməli A, B, C, D fərqli sadə ədədləri üçün x a'nın kubu vurulsun b'dir, y b vurulsun c'nin kvadratı, z de c vurulsun d vurulsun y'nin kvadratı və bu üçünün əkobu buna bərabərdir. Bizdən bu cəmin ən kiçik qiymətini soruşur. Daha ən kiçik qiyməti yox, elə qiymətini soruşur. Baxın, əkobu tapanda nə edirdi? Verilmiş ədədlərin sadə vurgu ayrılışındakı ən yüksək sadə ədəd, belə deyək də, sadə ədədlərdən ən yüksək qüvvəti götürürük. Baxaq, a'nın üzərində p'dir. Çünkü burada A hansında var? Tekste deməli A bir de X'de var da. Onda A'da X'in daha doğrusu X'de A'nın kubu varsa burada P niye beraber olmalıdır? Nömrə 2'de. Yazaq burada. P de burada A'nın kubuna beraber olmalıdır. Aydındır. Daha doğrusu A üzerinde P ile A'nın kubuna beraber olmalıdır. P de buradan 3 eləyir. P 3 eləyir. Sonra baxaq B'ye. B'ye göre neçə yerdə var? Deməli X'də var, bir də Y-də var da. Və hər birində dərəcəsi 1'dir. Düzdürmü? Yəni ona görə də elə burada B-nin üzərində Q-dir. Onda Q 1 olacaq. Aydındır. Sonra baxırıq C-yə. C hansında var? Y-də var, bir də deməli Z-də var. Görə hansında daha yüksəkdir?
Görürük ki y-də s'nin üzərində kvadratdır. Yəni ona görə də k neçə olacaq? Kvadrat. Yəni k da buradan 2'dir. Sonra baxaq d'yə. D hansında var? Təkcə bir də z-də var və qüvvətində 1'dir. Ona görə m də bərabərdir 1 olur. Y üzərində n'dir bir də ek obda. Y hansında var? Təkcə z-də var. Yəni kvadratdır bu da. Ona görə də n də bərabərdir 2 olur. Aydındır. Deməli, bunların cəmi 3 üstə gəlinsin 1, üstə gəlinsin 2, üstə gəlsin 1, üstə gəlsin 2. Bu da bərabərdir 4, üstə gəlsin 5. Eləyir 9. 9 görə cavablarda 9 var. O da eləyir D variantı. Sonra keçək 3-cü suala baxaq. Nömrə 3. Baxın, bizə deyir ki, A ədədinin 7'ye bölünməsindən alınan qalığı tapın. İndi bir də buna göz yetirək. Burada deməli, baxın, bu cəmdə 2 ədəd 7'ye tam bölünür. Yəni 70'in üzərində 15 7'ye tam bölünür. Bir də 343 üzərində 10 da 7'ye tam bölünür. Deməli, biz bu 5 üzərində 45 ilə 4 üzərində 15'in 7'ye bölünməsindən alınan qalığı tapsaq kifayətdir. Ona görə A ədədi nəyə bərabər olacaq? 5'in üzərində deməli 45 deməli üstə gəlsin 4'ün üzərində 30. Bunun 7'ye bölünməsindən alınan qalığı tapın. Bunu düzdür, Eyler'de, Fermat'da bu teoremlərlə yazmaq olar. İndi bunu hər kəs bilmədiyinə görə mən bu şəkildə bir yanaşma edəcəm ki, baxın. Gəlin bir 4'ün qüvvətlərinin 7'ye bölünməsindən alınan qalıqlara baxaq. 4'ün elə 7'ye bölünməsindən alınan qalıq elə 4'ün özüdür. 4'ün kvadratı 16 edir. 16'ın 7'ye bölünməsindən alınan qalıq deməli 2'dir. 4'ün kubu. 4'ün kubunun da 7 neçə edir? 64'dür. Və 7'ye bölünməsindən alınan qalıq 1'dir. Və burada əsas məsələ nədir? Bu 4'ün qüvvətlərinə baxanda biz nəyi orada götürəcəyik? Hansı qüvvətin 7'ye bölünməsindən alınan qalıq 1 verir? Aydındır. Ona görə görürəm ki, 4'ün yəni kubunun 7'ye bölünməsindən alınan qalıq 1'dirsə, mən onu belə eləyəcəm onda. 4'ün üzərində 30 deyil, mən bunu belə yazarım. 4'ün üzərində 10, 10'un üzərində də 30. Daha 30 yox, 10. İndi baxın. 4'ün kubunun 7'ye bölünməsindən alınan qalıq 1'dir. 1'in üzərində 10, elə bizə 1'i verir. Aydındır. Burada bir nüansı xatırladım. Baxın, 6'nın 7'ye bölünməsindən alınan qalıq neçədir? 6'nın özüdür. Bir də baxın, bəs mənfi 1'in 7'ye bölünməsindən alınan qalıq neçədir? Mənfi 1'in 7'ye bölünməsindən alınan qalıq da 6'dır. Bunu da göstərir. Mənfi 1'i bölə 7. Baxın, burada mənfi 1'in içərisində 7'ni mənfi 1 dəfə götürəcəyik. Çünki özündən kiçik olmalı. Burada mənfi 7. Və burada çıxanda eləyir 6. Aydındır hər kəsə. Ona görə də mən nə edəcəm burada? Bunu ona görə dedim ki, indi burada yuxarıda lazım olacaq. 5'in üzərində 45'i. Mən indi baxaq burada qüvvətlərini görək. Deməli, 7'ye bölünməsindən alınan qalıqlar neçədir? Deməli, 5'e də 7'ye bölünməsindən alınan qalıq 5'dir. 5'in kvadratının 7'ye bölünməsindən alınan qalıq 25 eləyir, 4 eləyir. 5'in kubu neçəyə bərabərdir? 125'dir. Gəl 125'i bir 7'ye bölək. Deməli, 125'i 7'ye böləndə də bir dəfə eləyəcək 7, 55 eləyir. Bunun da hissəsindən 7 dəfə 49 eləyir. O da qalıq eləyir 6. Aha, deməli 5'in kubun 7'ye böləndə alınan qalıq 6'dır. İndi baxın, mən bunu necə istifadə edəcəm? Yəni burada alınan qalıq 6 deyil. Mən də demişdim, bax, 6'ın 7'ye bölünməsindən alınan qalığı ilə mənfi 1'in 6'ya bölünməsindən alınan, daha sonra mənfi 1'in 7'ye bölünməsindən alınan qalıqlar bərabərdir. Bu zaman mən indi 5'in kubunu, yəni belə deyil də, 5'in kubunun 6'ya bölünməsindən alınan qalıq deyil. Bunu belə yazacağım. 5 üzərində 45 bərabərdir 5'in kubunun üzərində 15. İndi baxın, bu 6 üzərində 15 olmur. İndi 6'nın da deməli, indi 6 ilə mənfi 1'in 7'ye bölünməsindən alınan qalıqlar bərabər. İndi bunu da belə yazacağım. Mənfi 1'in üzərində 15. Bu deyil, mənfi 1'ə bərabərdir.
Aydındır. Bu mənfi 1-ə bərabərsə, indi mənfi 1-i də 7-yə bölsə qalan neçə edir? 6 edir. Yəni burada 5 üzərində 45-i belə deyil. 7-yə bölməsindən alınan qalıq 6-nın özünə bərabərdir. İndi buradakı qalıq 6-dır. Deməli 6. 4-ün üzərində 30-un da 7-yə bölməsindən alınan qalıq 1-dir. Bunları toplayanda eləyir 7 və buradakı qalıqların cəmi 7 eləyirsə, bu da 7-yə tam bölündüyündən ona görə tam bölünəcək. Cavab D variantı. Ümidvaram ki, bu sualı hər kəs yəni aydın başa düşdü. Amma bunu deməli bundan savayda Fermat teoremi ilə eləmək olar, amma onu hər kəs bilmədiyinə görə amma izahını vermədim. Sonra keçək 4-cü suala. 4-cü sualda da bizə deyir ki 4A üstəgəlsin 3 ilə 6B üstəgəlsin 1 ədədləri qarşılıqlı sadədir. 33B çıxılsın 26A bərabər 14 olarsa A üstəgəlsin B cəmini tapın. Baxın, bizə belə ifadələr verəndə, yəni qarşılıqlı sadə olanda çalışın buradakı ifadədən həmin o verilən ifadələri qurmağa çalışın. Necə? Məsələn, 33B çıxılsın 26A bərabərdir 14'dür. Baxın, burada mən birinci B ilə başlayayım. 6B üstəgəlsin 1 ifadəsini yaratmağa çalışıram. Amma görürəm ki, burada orta vuruq çıxardanda o ifadəyə yaratmaq olmur. Ona görə də mən hər tərəfi 2-yə vururam. Hər tərəfi 2-yə vuranda neçə olur? Yəni 66B çıxılsın 26A bərabərdir 28 olur. İndi baxın, mən burada 11B'ni mötərizə xaricinə çıxarsam nə qalır? 6B qalır. Düzdür. Aha, bu ifadəni yarada bilərəm. Onu da belə eləyəm. 11B'ni mötərizə xaricinə çıxartdım. Plus 1 yazdım. Çıxılsın 1 yazdım. İndi çıxılsın 26A bərabər 28. Əslində gəlin burada digərini də tətbiq edək. Deməli, digərini də tətbiq edəndə deməli, yox, hələ ki, bir dəqiqə. Burada 52 olmalıdır. Deyirəm, baxın, nəsə səhv yazmışam. 52. İndi baxın, burada A'ya da tətbiq edək bu qanunu. Belə deyək. İndi 13'ü burada mötərizə xaricinə çıxarsa 13. Deməli, qaldı burada 4A. İndi burada 4A üstəgəlsin 3'dür də. Yəni bu üstəgəlsin 3 yazaram. Çıxılsın bir də 3 yazaram. Bərabər olacaq deməli 28'e. Baxın, indi nə olacaq? 11 vurulsun 6B plus 1. İndi burada mənfi 1 var axı. Mənfi 1'i mötərizədən kənara çıxarsa, bir də 11'ə vursaq, mənfi 11 qalır. Çıxılsın 13, 4A üstəgəlsin 3. İndi mənfi 13'ü də mənfi 3'ə vuranda 39 edir. Üstəgəlsin 39. Bərabərdir 28. İndi buradan 11 vurulsun 6B üstəgəlsin 1. Çıxılsın 13 vurulsun 4A üstəgəlsin 3. Bərabər olacaq 28 ilə, daha doğrusu 39 ilə mənfi 11'i toplayanda 28 edir və sağ tərəfdə də 28 olduğuna istinad edir, qalır 0. Ona görə indi baxın burada nə edəcək? 11 vurulsun 6B üstəgəlsin 1 bərabər digər mötərizə sağ tərəfə keçirsə 13 vurulsun 4A üstəgəlsin 3. İndi nə edəcək? Buna qarşılıqlı sadə ədəd olduğundan aydındır ki 6B üstəgəlsin 1 13'ə bərabərdir. 4A üstəgəlsin 3 də 11'ə bərabərdir. Və buradan da deməli 6B üstəgəlsin 1 edir 13. Buradan B bərabərdir 2'dir. 4A üstəgəlsin 3 də bizə 11'i verir. Buradan da A da bərabərdir 2'dir. A üstəgəlsin B cəmini soruşur. Bu da 2 üstəgəlsin 2 4 edir. Cavab ona görə də B variantı olur. Sonra indi keçək deməli növbəti bir suala. Deməli 5-ci suala baxaq. Baxın 5-ci sualda da bizə deyir ki A, yəni qısa oxuyum şərti A, B, C, D, E, F 6 rəqəmli ədədinin ən böyük deməli qiymətinin rəqəmləri cəmini tapın. Baxın burada nə edəcəm? Bu 3-nə 1 baxacam. Mən bu 3-nə 1 baxanda da ona görə mən 1000'ə vurmalıyam. Aydındır, bundan əvvəlki dərslərdə onun, yəni video izahlarda onun səbəbini də göstərmişəm. Deməli, ona görə bunun açışı belə olacaq. 1000 vurulsun ABC 3 rəqəmli ədədi üstəgəlsin DYF. Bu şəkildə yazıram mən bunu. Bərabərdir ABC vurulsun DYF
Üstə gəlsin A, B, C. Natural ədədi, bunun hamısı natural ədəddir. Üstə gəlsin D, E, F. Baxın, burada D, E, F'lər islah olundu. Burada 1000 ABS'dir. Burada da 1 ABC. Birin çıxanda neçə qalır? 999 ABC bərabərdir ABC vurulsun DYF'dir də. Baxın, burada da yenə də ABC-də ixtisar gedir. Nə qalır? DYF bərabərdir 999'a. Bu nə deməkdir? DYF 999'dur. Bizə dedik ki, ABC DYF'in. İndi bu 6 rəqəmli ədədin belə olacaqdır. ABC qalanı da 999'dur. Aydındır. Və burada ümidvaram ki, bu taqqıltı səsi çox düşmür. Yəni baxın, indi burada da bizə deyir ki, A ilə B fərqlidir, A ilə C fərqlidir, bir də B ilə C fərqlidir. Onda bunun ən böyük qiyməti üçün A 9 olacaq. İndi A 9 olarsa, B ondan bir vahid kiçik 8 olacaq. Və C də 9 ola bilməyəcək. Yəni 3'ü bir-birindən fərqlidir. Yəni 3'ü öz arasında qarşılıqlı sadədir. Ona görə C'nin də qiyməti burada 7 olacaq. Və bunun rəqəmləri cəmi toplayanda 4 də 9 var. 4 vursun 9 üstə gəlsin. 8 ilə 7 də eləyəcək 15. Bu da eləyəcək 36 üstə gəlsin 15 bərabərdir 41. 41 yox, daha doğrusu 51. Cavab olacaq B variantı. Sonra keçək növbəti bir suala baxaq. 6-cı suala baxaq. Demək, 6-cı sualda da baxın bizə deyir ki, ölçüləri 90 cm və 105 cm düz bucağı şəklində kiçik torpaq sahəsinin ətrafına hasar çəkilməlidir. Buna görə onun sərhədləri boyunca bir-birinə bərabər məsafədə olmaqla künc nöqtələrdən başlayaraq hər birinin qiyməti 30 manat olan dirəklər bərkidilməlidir. Bu dirəklərin alınmasına ən az neçə manat pul xərclənə bilər. Baxın, burada ən az deyilsə dirəklər. Deməli, onda bunlar arasındakı məsafə ən böyük olmalıdır. Ən böyük o deməkdir ki, yəni hər ikisindən bölünən ədədi tapmalıyıq. Ona görə də əbobunu tapırıq. Əbob deməli 90 ilə 105. Bu da eləyir 15'i orta vurur kimi çıxarsa 15 vurursun əbob. Deməli 15'i çıxardanda neçə qalacaq burada? 6 ilə 7'dir. Deməli 15'e bərabərdir. İndi dirəklərin sayını da tapanda necə eləyəcək? Baxın, perimetrin böləcəyik. Yəni bunun tam izahını vermirəm. Yəni çünki artıq bu suallar test topusunda da var da 11-ci sinifdə. Perimetrin bölməyi əboba. Aydındır. Perimetr nəyə bərabərdir? 2 vurulsun 90 üstə gəlsin 105 bölünsün 15. Bu da nəyə bərabərdir? 2 vurulsun deməli 6 üstə gəlsin 7, o da bərabər 2 vurulsun 13 eləyir 26. Deməli 26 da dirək lazımdır. Və bir dirəyin qiyməti 30 manat olduğundan 26'yı vuracaq 30'a. O da eləyəcək deməli 780. Cavab verəcək deməli 6'da deməli D variantı. Sonra nömrə 7. Nömrə 7'də də bizə də ölçüləri 68 cm və 102 cm düz bucaqlı şəklində olan metal piltələrin ikisiz istifadə etmək evin həyətinə döşənməlidir. Kvadrat forması olan həyətdə tərəfi ən az neçə metr olmalıdır? Baxın, bir dəqiqə. Baxın, burada deməli bu sual əzbər sualdır. Niyə görə? Tərəf elə olmalıdır ki, həm 68'ə bölünsün. Çünki onu belə deyək, tutaq ki, bu kvadratdır. Baxın, bura belə yığanda da tam bölünməlidir, belə deyək. Düzdür? Həm də belə yığanda da. Düzdür? Ona görə də buradakı tərəf, yəni A tərəfi, bura məsəl üçün 102 olsun da, bura olsun da, yəni burada yenə də A tərəfidir. Buradakı bu hissələr də 68'dir. Baxın, A yəni həm 68'ə bölünməlidir, həm də 102'yə bölünməlidir. Ona görə əkop tapırıq. Əkop 68 ilə 102'yə nəyə bərabərdir? Nəsə 17 ilə əlaqəlidir bu. Deməli 17-ni bir dəqiqə baxaq.
4'e bölünmür. 17 orta vuruş kimi çıxardanda bir dəqiqə. Yox. 6 qalır. Hə, 17 ilə əlaqəlidir. Deməli 17 orta vuruş kimi çıxarsaq əkop. Deməli burada 4 edir, burada da 6 edir. Hətta 34 demiş. Bunun da deməli 17 vurulsun. 4 ilə 6-nın əkibi nəyə bərabərdir? 10, deməli 2 edir də. Deməli biz burada nə etməliyik? 12-ni 17'ye vurmalıyıq. 84, bu da 12, bu 204 santimetrdir. Çünki tərəfləri biz bunu da metrə çevirəndə 2 tam %4 metr, o da edir A variantı. Sonra növbəti 8-ci suala baxaq. 8-ci sualda da bizə deyir ki, A ədədinin B ədədinə bölünməsindən alınan qalıq 32-dən böyükdür. A ədədinin ala biləcəyi ən kiçik qiyməti tapın AB natural ədəd. Baxın, AB natural ədəddir. Gəlin bunu qeyd edək. Demək, A bölünsün B bərabərdir C. Qalıq neçə deyir? 32-dən böyük. Yəni qalıq ən az 33 olmalıdır. Düzdür? İndi A-nı tapsaq A nəyə bərabərdir? B vurulsun C üstə gəlsin 33-dür. Baxın, burada A ilə B natural ədəddir. C də yəni burada tam ədəddir də, aydındır. İndi bunun A natural ədəd olduğundan bunu ən kiçik qiymətini tapanda C'ye biz 0 qiyməti verəcəyik. Çünki C'ye 0 qiymət, C burada yəni ən kiçik qiymət dediyinə görə C'nin 0 götürürük ki, A bərabər 33 edir. Belə bir qayda da var həm də. Qayda yox, yəni qayda demək olmaz buna. Yəni bölünən böləndən kiçikdirsə, elə alınan qalıq elə bölünənin özüdür. Bu da həmin haldır. Ona görə cavab burada D variantı. Sonra deməli 9-cu suala baxaq. 9-cu sualda da bizə deyir ki, bizə nə deyir? A ilə B natural ədəddir. A ədədin B ədədin, deməli A ədədi B-nin bölünənidir olarsa. Deməli A ədədi B-nin bölünənidir deyirsə, onda deməli əkop AB nəyə bərabərdir? Bölünənə A-ya. Əbub AB nəyə bərabərdir? Bölənə, yəni B-yə. Çünki A ədədi B-nin bölünənidirsə, B böləndir də burada. Düzdür? İndi yerinə qoysaq, əkop nəyə bərabərdir? Burada. Deməli, əkop A-dır. Əbub nəyə bərabərdir? B-dir. Bu da bərabərdir kökün altında 20, 4-cü dərəcədən 27 AB-yə. Mən də nə edirəm? Hər dəfə 4-cü dərəcəyə yüksəldirəm. Yəni o zaman A-nın üzərində 4, aşağıda da yüksəldəndə B-nin kvadratı qalır. Bərabərdir 27 AB. Buradan A-nın üzərində 4 bərabərdir 27 vurulsun A vurulsun B-nin üzərində 3. A-nın buradakı A gedir. A-nın kubu bərabərdir 27 B-nin kubuna. Buradan da A bərabərdir 3B alınır. Yəni A-nın B-yə nisbəti 3-ə bərabərdir. Elə onu soruşdu bizdən. Ona görə də 9-da cavab A variantı oldu. Sonra 10-cu suala keçək. 10-cu sual biz burada vaxt aparandı. İndidən deyim. Deməli, nömrə 10-da bizə deyir ki, burada A ilə B natural ədədləri üçün əkobla əbobun cəmi 45 olarsa, A üstə gəlsin B cəminin ala biləcəyi müxtəlif qiymətlərin 23 dəqiqə olub. Sayını tapın da. Baxın, burada nə edərəm mən? Deməli, biz də bilirik ki, əkobun, yəni əkob AB-nin, burada uzunluq qısa yazmağa çalışacağım. Əkob daha doğrusu əkob AB-nin əbob AB-yə nisbəti nəyə bərabərdir? C deyil. Onda qısa olaraq belə yazaq. Əkobun yerinə yazaq C vurulsun əbob. Əbob. AB-ni yazmıram, sonda yazacağım. Üstə gəlsin əbob. Nəyə bərabərdir? 45'e bərabərdir. Orta vuruş kimi əbobu çıxarsam, əbob vurulsun. C üstə gəlsin 1. Deyək biliyiz. Əbob vurulsun. C üstə gəlsin. Əbob AB vurulsun. C üstə gəlsin 1. 45'e bərabərdir. Baxın, indi bu halları araşdıraq. Bu yəni 45'e bərabərdirsə, aydındır ki, bunlar natural ədəddir, düzdürmü? Baxın, burada əbob AB 1 ola bilər. C üstə gəlsin 1, 45'dir. Onda C neçəyə bərabərdir? 44'ə. Sonra əbob, yəni burada belə deyək, əbob
45'in bölənləri olacaq. İndidən deyim. İndi sonra 3 ola bilər. 3 olsa C üstə gəlsin 1 15 olacaq. Buradan C-də 14'dür. Sonra EBOB 5 olsa bu 9 eləməlidir. C plus 1. C də oradan 8'dir. EBOB sonra deməli neçə ola bilər? 9 ola bilər. 9 olsa deməli C üstə gəlsin 1 5'dir. C 4'dür. EBOB sonra 15 ola bilər. 15 olsa da C üstə gəlsin 1 3 eləyəcək. C də oradan 2 eləyəcək. Bir də EBOB 45 ola bilər. Amma 45 olanda da C burada 0 eləməlidir. Amma C NATO ədəddir axı. Ona görə bu halı götürməyəcək. Aydındır. Bu hallar mövcuddur. İndi bundan sonra biz araşdırmalıyıq. Nəyi? 1. EBOB AB bərabərdir 1'dir. Bir də C də bərabərdir 44'dür. İndi baxın, C 44'ə bərabərsə, burada A ilə B qarşılığı sadə ədəddir. Yəni A ilə B-nin hasili bizə 44'ü verir də burada. İndi bunlar necə ola bilər? Burada A 1 ola bilər, B 44 ola bilər də, düzdür. Bir də 2 ilə 22 ola bilmir, qarşılığı sadə deyil. Bir də 4 ilə 11 olacaq. 4 ilə 11. Ona görə də A üstə gəlsin B cəmi. Bir dəfə yəni 1 üstə gəlsin 44, 45 eləyir. Bir dəfə də 4 üstə gəlsin 11 bərabərdir 15 eləyir. Buradan bu cəmin ala biləcək 2 qiyməti tapdıq. 45 ilə 15. İndi keçək digər halları da araşdıraq. Burada 5 hal var. Biraz uzundur. Deməli, ikinci halda EBOB AB bərabərdir neçə? 3'ə. Bu 3'ə bərabərsə, deməli bir də C də niyə bərabərdir? 3'ə bərabər, C də 14'ə bərabərdir. EBOB 3 isə buradakı ədədlər belə göstərir. A bərabərdir 3'in, B bərabərdir 3m'dir. Burada m'in qarşılığı sadə ədəddir də, düzdürkən bir yazaq. A bərabər 3m. Daha aydın. Burada m ilə n'in hasili bizə nəyi verməlidir? 14'dür. Buradan deməli hasil 14 olan qarşılığı sadə ədədlər neçədir? Bir dəfə m1'dir, bir dəfə də yəni bir də digər halları nəzərə almırıq. Yəni A1'dir, B44'dür, bir də A44'dür, B1'dir, yenə cəm eynidir də, yəni dəyişmir ona görə. Ona görə də m1 olacaq, n 14 olacaq. Sonra 2 ilə 7 götürə biləcəyik də m2'dir, n-də 7'dir. Gəlin yoxlayaq görək. Deməli M1 deməli N 14 olanda deməli onda nəyə bərabərdir? Birinci halda yazaq. Bura birinci hal yazaq. Bu da ikinci hal. Birinci halda deməli A 3 edir, B 42 edir. Yenə də 3 üstə gəlsin 42, 45 verir. Yuxarıda bu cəmi alıb. İkinci halda da deməli A bərabərdir 3 vurulsun 2 6'dır. B də bərabərdir 3 vurulsun 7 21'dir. Aha bu da 21 üstə gəlsin 6 ilə bizə 27'ni verir. 27 yox idi, düzdürmü? Bax 27 də gəl bura qırmızı ilə dairəli alıb müxtəlif 45 alıb, 15 alıb, bir də 27 alıb. Digər hallara da baxaq. İndi EBOB 3-cü halda bu. AB bərabərdir 5'dir. Onda deməli C də burada niyə bərabərdir? 8'ə bərabərdir. Onda A bərabərdir 5 n'dir. B bərabərdir. N ilə M demişəm də. Aha. B bərabərdir 5 m'dir. M'dir daha doğrusu. Və burada hasil 8'də n vurulsun n'də 8'ə bərabərdir. Bunlar qarşılığı sadə olması yəni 1 ilə 8 variantı anlamına gəlir. Bu da A bərabərdir 5'dir, B bərabərdir 40'dır. Yenə də cəm, yəni 45 edir. Burada bir yeni halı yoxdur. Sonra 4-cü hala baxaq. EBOB A ilə B deməli 9'dur. Deməli buradan A bərabərdir 9 n'dir, B bərabərdir 9 m'dir. Və n vurulsun n'in də hasili bizə 4'ü verir də, yuxarıda baxaq. 9 olanda 4'dür C. Yəni C bərabərdir 4'dür də. Bu da qarşı sadə m ilə n'dir. Demək bu da 1 ilə 4'dür. Yenə də A bərabərdir 9'dur. B bərabərdir 36'dır. Yenə də cəm 45 elədi. Yeni bir hal yoxdur. Və 5-ci hala baxaq. Deməli EBOB
AB bərabərdir 15'dir. 15 ise demek A bərabərdir 15m'dir. B bərabərdir 15n'dir. Və n vurursun n'dir, yəni C də 2'ye bərabər. Demək 1'i 1'dir, 1'i 2'dir. Bu da eləyəcək. Mesela bu 15 eləyəcək, onda bu eləyəcək 30. Cəmi yenə də 45. Yəni yeni bir hal yoxdur. Müxtəlif qiymətlər neçə oldu? 15 oldu, 45 oldu, bir də 27 oldu. Və bunların sayı da 3 oldu. Ona görə də A variantı. Biraz uzun oldu hesablama baxın. Sonra keçək 11-ci suala. Baxın, 11-ci sualda bizə deyir ki, ABC NATO ədədləri üçün A ilə B-nin əkobı 28-dir, A ilə C-nin əkobı 42-dir və əbobları A ilə B ilə A ilə C-nin əbobları bərabərdir. C-nin B-yə nisbətini soruşur. Mən nə edəcəm? Baxın, bunlar gəlin əkobların nisbət şəklində yazaq. Deməli, əkob A ilə B bölünsün əbob da yenə daha doğrusu əkob. Əkob AC nəyə bərabərdir? 28'də 42 deyir. X-lər gedəndə də deməli 6x-lər getsə bu 7. Daha sonra 14 x-lər getsə bu 3'dür, bu da 2'dir. Baxın, mən burada bu birinci kəsin sürət və məxrəcini uyğun olaraq əboblarına bıraxın. Onsuz da əbobları bərabərdir də. Yəni belə deyək də, əkob AB vurulsun əbob AB. Məxrəcdə də nə idi? Əkob AC idi. Onu vuraq deməli əbob AC-yə. Çünki belə deyildi. Burada əboblar bərabər olduğundan hiçbir şey dəyişmir burada. Bərabərdir 3'də 2. Baxın, yuxarıdakı xassiyə əsasən nə olacaq? A vurulsun B olacaq. Yəni əbobla əkobun hasili A ilə B-nin hasili deməkdir. Aşağıda da A ilə C-nin hasili olacaq. Bərabərdir 3'də 2. Burada A-lar ixtisar gedir. B-nin C-yə nisbəti nəyə bərabərdir? 3'də 2. Yaxşı, tərsə çevirsək C-nin B-yə nisbəti nəyə bərabərdir? 2'də 3. Cavab oldu A variantı. Sonra keçək növbəti suala. 12-ci suala baxaq. Deməli, 12-ci sualda da neçə dəqiqədir? 32 dəqiqə olub. Deməli, baxın, burada əkob əbobun cəmi 26 kökün altında x, y bölünsün 5'dir. Bizdən əkob bölünsün əbob nisbətini soruşur. Bu nisbət C-dir də, düzdürmü? C orta olmayan sadə vurulun hasilini soruşur. Baxın, mən nə edərəm burada? Əkobun yerinə düsturunu yazaram. Kökün altında A vur, B vur, C yazaram. Üstə gəlinsin, əbobun da yerinə düsturunu yazaram. Kökün altında AB bölünsün C yazaram. Və bərabər olar 5'də 26 kökün altında A. Daha doğrusu x, y yazmayı burada. Yəni x, y, C. Bu da x, y. Burada da x, y oldu. Hiçbir değişiklik yoktu. Şimdi bakın, her tarafı x, y ile bölsem. Kökün altında C. Üstə gəlsin 1 bölsün kökün altında C. Bərabərdir 5'də 26'dır. Mən də bunu indi vurub açıb kvadrat tənliyi ilə həll etməyə ehtiyac yoxdur deyə nə edəcəm mən? Bu 26'da 5'də 26'nı daha doğrusu belə yazacağım. Bu 5 tam 5'də 1 değil. Bunu 5 üstə gəlsin 5'də 1 formasında yazıram. Yəni kökün altında C üstə gəlsin 1 bölsün kökün altında C. 5 üstə gəlsin 1 bölsün 5 deməkdir. Buradan da elə kökün altında C nəyə bərabərdir? 5'ə bərabərdir. Bu uyğunluğa əsasən. C-ni də buradan tapsaq kvadrata yüksəltsə C də bərabərdir 25'dir. Cavab ona görə 12'də olacaq. Deməli B variantı. Sonra keçək 13'ə baxaq. Demək 13 demək olar 10'dandır. Yəni heç bir dəyişiklik yoxdur. Deməli növbə 13. Baxın, burada da yenə də düsturun qoysaq yerinə. Əkobun düsturu nədir? AB bölün ABC idi, yəni. A vurulsun, B vurulsun, C idi. Düzdür. Burada da C, daha doğrusu A və B-nin orta olmayan sadə vurulun hasilini soruşur. Yəni C bərabər sual deməkdir. Əkobun düsturu kökün altında A vursun, B vursun, C idi. Kvadrata qaldıranda A vursun, B vursun, C alınır. Üstə gəlsə əbobun da düsturun kvadratı qaldırıb yazsaq, yəni AB bölünsün C yazsaq, məxrəcdə də əkobla əbobun hasili AB-dir. AB bərabərdir 8,125'e. İndi hər tərəf AB-yə bölsək nə qalacaq? Deməli C üstə gəlsin 1 bölsün C 8,125
Daha sonra 1000'də 125'e bərabərdir. Mən də bunu necə yazaram? Baxın, bu 8 tam 1000'də 125. 8 tam 1000'də onluq kəsəcək 125. Bu da 125'e ixtisar gedir. Qalır 8'də 1. Biri 8 tam 8'də 1. Aha, elə demək olar ki, bayaqçı tipdəli bir sualdır. Bu da 8 üstəgəlsi 8'də 1 demək deyil. Yəni C üstəgəlsin 1 bölünsün C bərabər olur 8 üstəgəlsi 8'də 1. Yəni buradan da görünür ki, C nəyə bərabərdir? 8'ə bərabərdir. Ona görə cavab A variantı. Sonra deməli 14'ə baxaq. 14'də də bizə deyir ki, X və Y NATO ədədlərinin ortaq olmayan sadə vurğuların hasili C-dir. Deməli, X bərabərdir 10Z-dir və Y bərabərdir 15Z olarsa, əkov XY tapın. Baxın, biz burada deməli nəyi tapmalıyıq? Z-i tapmalıyıq da, aydındırmı? Z-i tapırıqsa, gəl belə eləyək. Burada yazaq. Z bərabərdir sol. Birinci bunları sadə vurğu ayıraq. Bu nə deməkdir? 2 vurulsun, 5 vurulsun, Z deməkdir. Aşağıdakı da 3 vurulsun, 5 vurulsun, Z deməkdir. Burada ortaq olmayanlar hansılardır? Baxın, 5Z, 5Z hər ikisində var. Bunlar deyil. Deməli, onda Z niyə bərabərdir? 2 vurulsun, 3'e o da bərabərdir 6'dır. Onda X niyə bərabərdir? 10Z, yəni 60'a bərabərdir. Y də nəyə bərabərdir? 15Z, yəni 90'a. Aydındır ki, 60 ilə də 90'ın əkobu 180 edir. A variantı. Sonra 15-ci sual. Bu da çox gözəl bir sualdır. Baxın, bizə deyir ki, A üstəgəlsin 1 sadə ədəddir. Buna əsasən aşağıdakılardan hansı sadə ola bilməz? Baxın, bu sadə ədəddirsə, normalda 2'dən başqa bütün sadə ədədlər tək ədəddir. Bu ümumilikdə bir sadə ədəddirsə, bir də yəni bunu 2 eləməsi üçün A bərabərdir 1'dir. Yəni A bərabər 1 olanda 1 üstəgəlsin 1 bərabər 2 edir. Bir də digər sadə ədədlər, yəni cüt, yəni A-nın cüt qiymətlərində doğru olur. Yəni A bərabərdir, belə deyək, məsələn 2 olsa, məsəl üçün 2 üstəgəlsin 1 bərabər 3 edir. Aydındır. Yəni A-nın cüt qiymətlərində alır. 1'dən savayı. Yəni 1 olanda 2'dir. O, yəni sırf cüt ədəd olanda 1'dir. Aha, indi baxın, bu bizə deyir ki, buna əsasən aşağıdakılardan hansı sadə ədəd ola bilməz? A variantına baxaq. A variantında A-nın kvadrat üstəgəlsin A-dır da. A-nın ortaq vuruş kimi çıxarsa A üstəgəlsin 1. İndi baxın, A-nın 1 qiymətində bu sadə ədəd oldu. Bəli, ona görə A variantını götürmür. A üstəgəlsin 5. A bərabərdir 1 olanda, yəni 6 edir, olmur. Amma A-nın yerinə biz yəni 2 qoyanda 7 edir də, yəni sadə ədəddir, götürmürük. Yəni də C variantına baxaq. A-nın yerinə bir cüt qiymət qoysaq, çünki məsəl üçün A-nın yerinə 4 qiymət qoyanda bu A plus 1 5'ə bərabər. 4'ü qoysaq 11 edir C variantıdır. Bunu da götürmürük. D variantı qalsın, Y variantına baxaq. A üstəgəlsin 1, 10, daha doğrusu A üstəgəlsin 19. Burada da A-nın yerinə 1, məsəl üçün cüt qiymət qoysaq 4. O deyilir, demək 23. Bu da yəni sadə ədəd verilir. Buranın hər biri bizə sadə ədəd verilir də. Cavab əslində D variantıdır. Necə? Məsəl üçün A-nın yerinə burada cüt ədəd olduğundan fikir verin. A-nın 1 qiymətində, yəni yerinə qoysaq 27 edir. Yəni bu da yəni A-nın aldığı yeganə tək qiymət 1'dir. Onda da bu sadə ədəd vermir, mürəkkəb ədəd verir. Bir də A-nın yerinə məsələn cüt qiymətlər qoyanda, yəni 26'ın özü də cüt olduğundan bu belə deyək, mürəkkəb ədəd olacaq. Və bir də belə bir nüans var ki, istənilən bir sadə ədəd demək, amma normalda sadə ədədin belə deyək, göstərdiyi qanuna uyğunluqlar 6K plus minus 1 formasındadır. Yəni fikir versiniz, araşdırarsınız ki, görürsünüz, məsələn, tutaq ki, adi bir neçə deyək. 13'ü deyək. 13 6K plus 1 formasında. Niyə görə? K bərabərdir 2 olsa 6 vursun 2 üstəgəlsin 1 13 edir. Düzdür, hər bir sadə ədədi bu ödəmir. Məsələn, K-nın yerinə 4 qoysaq, cəmi bizə 25'i verir, fərqi bizə məsələn 23'ü verir. Cəmində məsələn sadə ədəd alınmadı, amma əksəriyyət, yəni sadə ədədlər bu düstura uyur. Aydındır. Ona görə də əslində A-nın yerinə 6K yazsaz, yəni üstəgəlsin 26.
Buradan da görəsiniz ki, yəni çünki A plus 1 axı sadə ədəddir. Ona görə A da deməli 6K-dır da burada. Deməli ona görə də A-nı yenə 6K yazsaq, bu da həmişə 2 vuruq olduğundan mürəkkəb ədəd olduğu görünür. Sonra keçək 16-ya. Deməli 16-da da bizə deyir ki, ədədi neçə rəqəmlidir. Neçə rəqəmli ədəd tapanda onun qüvvətinə, yəni gətirməliyik həmin ədədi. Onun qüvvətinə gətirmək üçün mən 125-i belə yazaram. 5-in kubunun üzərində, yəni 5 var da burada 5. Burasını 32 də belə yazaram. 2-nin üzərində, 5-in üzərində 4. 450-ni də yazsaq, 450-ni 15 vurursan, deməli 30'dur da bu. Doğrudur mu? Veyahut da 45 vurursan 10 kimi yazaq da yəni. Bir yazaq 45 vurursun 10'dur. Da neye bərabərdir? Deməli 45 vurursun 10 eləyirsə 3'ün kvadratı vurulsun 5, kvadratı vurulsun 2. Düzdür? Aha, bu şekilde olur. Yazaq bura. Deməli 3'ün kvadratı vurulsun 5'in kvadratı vurulsun 2 yazsaq, yəni 2'nin kvadratı. Bu da bərabərdir 5'in üzərində deməli 15 vurulsun 2'nin üzərində deməli 20 vurulsun 3'ün üzərində 4'dür. 5'in üzərində də burada 4'dür. Bir də 2'nin üzərində neçə eləyəcək? 2'nin üzərində də 2. Bu da bərabərdir. İndi baxın bunu necə sadələşdirək. Deməli 5'in üzərində neçə alındı? Bu da bərabərdir. 5'in üzərində 19 vurulsun 2'nin üzərində 22 vurulsun 3'ün üzərində də 4. Başqa bir şey qalmadı ki, qalmadı. Buradan da mən belə yazaram. 5'in üzərində 19 vurulsun 2'nin üzərində 19 vurulsun 2'nin 19 kubu vurulsun 3'ün üzərində 4. Bu da bərabər 10 üzərində 19 vurulsun 8 vurulsun 81. İndi 81 eləyəcək. İndi baxa burada 8'e 81'e vuranda neçə eləyir? Deməli 648 vurulsun 10 üzərində 19. Buradan da o deməkdir ki 648'in arxasıcan 19 də 0 var. Demək 3 də rəqəm burada var, 9 də 0 var. 3 də gəlsin, daha sonra 19 dənə 0 var. O deyilir 22 rəqəmli. Cavab oldu B variantı. Sonra neçəyə keçək? Aha, demək 17'yə baxaq. On 17-ci sualda da bizə deyir ki, A və B ardıcıl cüt natural ədədlərdir. Əçob A-1 ilə B-1 K kvadrat minus 1'ə bərabərdir. Bir də əçob AB A üstə gəlsin B üstə gəlsin 62 bölünsün 2'dir. Şimdi baxın, burada nəyə diqqət eləməliyik? A ilə B ardıcıl cüt natural ədəddir. Gəlin bunun əçobundan başlayaq. Bu əçob nəyə bərabər olacaq? Ardıcıl cüt. Deməli əçob AB-də ardıcıl cüt natural ədədlərin əçobu onların hasilinin yarısına bərabərdir. Yəni burada bunu tətbiq etmək lazımdır. AB bölünsün 2'yə bərabərdir. Aparıb yerinə qoysaq, A vurulsun B bölünsün 2 bərabərdir. A üstə gəlsin B üstə gəlsin 62 bölünsün 2'yə bərabərdir. Buradan da AB bərabərdir. A üstə gəlsin B üstə gəlsin 62. Sonra AB çıxılsın A çıxılsın B bərabərdir 62. A'nın orta vuruşumu çıxarsa B çıxılsın 1 çıxılsın. Burada da B-1 yaradaq da. B-1 plus 1 yazsa bərabərdir 62. Bu bizə nəyi verəcək burada? A, B çıxılsın 1, çıxılsın B, çıxılsın 1 minus 1 bərabərdir 62. Buradan orta vuruq çıxarsaq A minus 1 ilə B minus 1'in hasili bərabər olacaq. Bu mənfi 1 də digər tərəfə keçirsək 63'ə. Baxın, A minus 1 ilə B minus 1'in hasili bizə 63 verir. Və fikir verin burada A minus 1 ilə B minus 1 nəyə bərabərdir? Yəni əçobu. Normalda A ilə B ardıcıl cüt ədədlərdir. Onların hərəsindən bir çıxanda ardıcıl tək natural ədədlər alınır.
Və onlar da qarşılıqlı sadə ədəd olduğundan onların əkobu hasinə bərabərdir. Yəni əkob A-1 ilə, deyək bu tam görünsün. Əkob A-1 ilə B-1 bərabər olacaq ilə A-1 vurulsun B-1. Düzdür? Və A-1 ilə və bunun qiyməti nəyə bərabərdir? 63-ə. Və onda 63 bərabər olmalıdır. K-nın kvadratı çıxılsın 1-ə. Buradan da K-nın kvadratı bərabərdir 64-ə. İndi bizə deyir ki, K-nın mənfi qiymətidir. Burada K da bərabərdir mənfi 8-dir. Plus minus 8. Onu da mənfisini götürürük. Oldu B variantı. Və son 3 sual qalıb. Deməli, neçə dəqiqədir? Artıq 45 dəqiqədir. Sonra 18-ci suala baxaq. 18-ci sualda da bizə deyir ki, A və B natto ədədləri üçün AB hasili 10 üstünə 7-yə bərabər olsa, A-nın kubu vurulsun B-nin üzərində 4 üstəgəlsin B üzərində 8 hasilinin ən az neçə rəqəmli ola bilər də belə deyək. Baxın, burada necə yanaşırıq? Baxın, A-nı, yəni burada 2 üzərində açmaya ehtiyac yoxdur. Məsələn, A-nı 2 üzərində 5 götürək, B-ni 2 üzərində belə deyək 7 götürək. Daha sonra 2 üzərində 7 A-dır, məsələn 2 üzərində 7 B-dir. Bu şəkildə götürməyə ehtiyac yoxdur. Biz əsas, yəni burada götürmə prinsipimiz bizə verilən ifadədən asılıdır. Ən az deyir də. Mən ən az fikirləşirəm ki, burada ən az dərəcə neçədir? A-nın kubunda. İndi A-nın kubundadırsa, mən belə götürə bilmərəm. AB hasili 10 üzərində 7-dirsə, elə mən olmazmı? Elə A-nı 10 üzərində 7 götürüm. B-ni də 1 götürə bilmərəm. Yəni bu şəkildə götürüb daha az olacaq. Niyə görə? İndi baxaq. Bu deyiləcək A-nın kubu vurulsun B-nin üzərində 4 üstə gəlsin B-nin üzərində 8 bərabərdir. A-nın kubu 10 üzərində 7-nin kubu vurulsun 1 üstə gəlsin 1 eləyəcəkdir. Bu da 10 üzərində 7 üstə gəlsin 1 deməkdir. Baxın, buradakı 1 bunun rəqəmlərin sayına təsir etməyəcək. Çünki məsəl üçün belə deyil, onun kvadratı üstünə 1 gələndə 101 eləmir. Yəni 3 rəqəmlidir də bu ədəd. Düzdür? Yəni ona görə də burada 21 də bu arada. 21'dir. Burada o deməkdir ki, 10 üzərində 20 plus 1'dir. Bunu nəzərə almasaq da olar. 1'in arxasından 21 dənə 0 var. Yəni 1 üstə gəlsin 21 dənə 0. Rəqəmlərin sayı olacaq 22. Ona görə də olacaq D variantı. Sonra digər suala baxaq. Digər sualda da 19'da da. 19'da bunun digər halıdır. Bizə deyir ki, x vurulsun y nəyə bərabər? 16 üzərində 4 vurulsun 25 üzərində 8'dir. X kubu vurulsun y üzərində 4'ün hasili ən çox neçə rəqəmli ola bilər? Baxın, burada ən yüksək qüvvət hansındadır? Yəni y üzərində 4, y üzərində 4 dənə y-dir. Mən bunu bu şəkildə yazacağım. Gəlin bu ifadə birinci sadələşdirək. 16 üzərində 4, bir dəqiqə. 16 üzərində 4 vurulsun 25 üzərində 8. Mən bunu belə yazacağım. 2 üzərində 4, üstündə 4 vurulsun 5'in kvadratının üzərində 8. Bu eləyəcək 2'in üzərində 16 vurulsun 5'in üzərində 16. Deyə bilərsiniz ki, yəni x-i 2 üzərində 16, y-i 2 üzərində, daha sonra 5 üzərində 16 götürək. Bu sərf eləməyəcək bizə. Necə götürəcək? Bunu elə 10 üzərində 16 yazacağım. Burada, baxın, x-y hasili nəyə bərabər oldu? 10 üzərində 16'ya. Və ən yüksək qüvvət y-də olduğundan x-i 1 götürəcəm. Y-i də mən 10 üzərində 16 götürəcəm. Buradakı hala nəzərə. Bu da nəyi veriləcək bizə? Deməli, x-in kubu vurulsun y üzərində 4'də soruşur da. 1'in üzərində 3 vurulsun 10 üzərində 16'ın üzərində 4. Bu da bərabərdir. 10 üzərində 64. Bu da 1'in arxasıcan 24, daha sonra 64 dənə 0 olduğunu göstərir. Bu da neçə eləyir? 65 rəqəmli bir ədəd. O da eləyəcək, deməli 19'a cavab Y variantı. Və keçək son suala. Deməli, son sualda biraz vaxt aparan deyil. Deməli, neçə dəqiqədir? 49 dəqiqədir. Deməli, 20'yə baxsaq,
Deməli, bizə deyir ki, natural ədədi 7-yə böldükdə alınan qalıq, deməli, 7, bir dəqiqə, 7-yə bölündə alınan qalıq 7 çıxılsın x-in kvadratı çıxılsın 3 olarsa, deməli, x ala bildik, deməli, qiymətlərin cəmini tapalım. Biz də nəyi bilməliyik? Baxın, həmişə bölən böyükdür qalıqdan. Ya da belə yazaq da, qalıq, buradakı uyğun, kiçikdir böləndən. Yəni, qalıq bu deyil, kiçik olacaq bölən. Bölən neçədən? 7-dən. Amma bir də nüansı burada fikirləşmək lazımdır ki, bir də bu sıfırdan böyük olmalıdır. Qalıq mənfi, yəni belə deyək də, qalıq mənfi ədəd ola bilməz. Demək, tam bölünməyib. Ona görə də deməli sıfırdan böyük bərabər olduğunda burada nə etməliyik? Götürməliyik. İndi gəlin bunu bir-bir araşdıraq. Deməli 7x çıxılsın x-in kvadratı çıxılsın 3 kiçikdir 7-dən. Burada mənfi x-in kvadratı üstə gəlsin 7x çıxılsın 10 kiçikdir 0-dan. Mənfiyə vursaq x-in kvadratı çıxılsın 7x üstə gəlsin 10 böyük. Deməli, böyüdür 0-dan, diskriminantdan kökləri tapsaq 49 çıxılsın 4 vurulsun 10 eləyəcək 9. Buradan x1 bərabərdir 7 üstə gəlsin 9 bölünsün 2 8-dir. x2 də bərabərdir 7 çıxılsın 9 bölünsün deməli, əslində deməli, bir dəqiqə. Əslində mən burada niyə belə indim? Bu uzun yol olacaq. Desəm düz hesablamadım. 3 eləyir. Bundan 9 yox 3 yazmalıyam bura. İşte buna ehtiyac yoxdur heç burada. Yəni burada hesabımı da səhv eləmişəm. Bu diskriminant içində burada 3-ün kvadratı edir. Yəni 3-ü götürəcəyik. Yəni burada kök altda deyilən 3 çıxacaq. İndi baxın, əslində burada görünür də. Elə mən bu uzun yazılmışam. Deməli, biri 2, yəni hasil 7-dir. Daha hasil 10-dur, cəm 7-dir. Deməli, x1 bərabər 2-dir, x2 bərabərdir 5-dir də. Bunun kökləri 2-5'dir. Aydındır və burada müsbət aralığı soruşursa, deməli, bura olsun 2, bura olsun məsəl üçün 5. Deməli, əmsal müsbətdir, x-in kvadratın əmsalı. Deməli, müsbət, mənfi müsbətdir. Deməli, bu müsbətləri götürür. İndi digərinə baxaq. Deməli, belə deyək, o da 7x çıxılsın, x-in kvadratı çıxılsın 3, deməli, böyük bərabər 0-dan. İndi mənfiyə vursaq, x-in kvadratı çıxılsın 7x üstə gəlsin 3 nədir? Kiçik bərabər 0-dan. İndi bu diskriminant burada lazımdır əsas. Yəni 49 çıxılsın 4-ü 3-ə vuranda 12 bərabər 37. Köklərdən biri x1 bərabərdir. Gəlin bir dəfə kiçiyi götürək. Birinci. Deməli 7 üstə çıxılsın, daha doğrusu kök altda 37 bölünsün 2. Kök altda 37. Tutaq ki, təxminən 6,2-dir də. Məsəl üçün deyirəm. 6,2'dir. 7'den 6,2 çıxanda 0,4. Bu təqribən belə götürək. 0,4 götürək. X2 də nəyə bərabərdir? 7 üstə gəlsin kökün altında 37 bölünsün 2. Bu da 6,2'dir. Toplayanda 13 tam neçə edir? Böləndə təxminən 6,5 edir. Yəni bizə təxmini bilmək lazımdır ki, hansı tam ədədə qədərdir. İndi bunu da baxın, birincidə müsbət hissələr bura aiddir, düzdür? Belə deyək. Gəl bunu böyük edirik. Baxın, birincidə 2 ilə 5'dir. Bura olsun 2, bura olsun məsəl üçün 5. Deməli, bizə bu hissələri də götürmüşdük birincidə. Düzdür, 2 ilə 5. İkincidə də deyir ki, hansı aralığa daxildir? Bir də burada müsbət olduğundan ortadakı aralıq, yəni 0,4, 6,5 aralığıdır. Bizə lazım olan aralıq. O qeyd etmək yadımdan çıxıb. Çünki x-in kvadratı müsbətdir. Müsbət mənfi müsbət eləyəcək. Ortadakı interval olacaq bizim həllimiz. Və burada da 0,4 və 6,5'ə qədər. Bunların kəsməsi buradan buraya qədər olan hissədir. Baxın, bu kəsmə intervalı, yəni buradan buraya qədər istəyir, bir dənə buradan buraya qədər istəyir, düşən tam ədədlər bilməliyik. Bu da deməli, bu 4 idi, 0,4. Bura 1 yerləşir. Çünki baş 2 almır, yəni təkcə 1 yerləşir. 5 ilə də 6,5 intervalına təkcə buradan 6 yerləşir. Və x-in ala biləcəyi natural qiymətlərin cəmi dediyinə görə
1 üstə gəlsin 6-da bizə 7 verir və ona görə də cavab C variantıdır. Baxın, bu da test 5'in tam izahı oldu. Hər hansı bir sizə ola bilsin ki, tam başa düşmədiniz. Onu da kommentlərdə soruşa bilərsiniz. Və videonu yekunlaşdıran mən. Sağ olun.